Təhlükəsiz qidanın memarlığı mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. Konfransın məqsədi qida zənciri obyektlərinin beynəlxalq standartlara uyğun planlaşdırılması və təhlükəsiz qida mühitinin formalaşmasıdır. Aktanın sədri Qoşqar Təhməzli bildirib ki, qida təyinatlı obyektlərin düzgün yerləşdirilməsi şəhər mühitində sanitariya-gigiyena təhlükəsizliyinə birbaşa təsir göstərir. Qeyd edilib ki, qurumun rəyləri layihələrin yalnız yerləşmə baxımından deyil, həm də daxili planlaşdırma və şəhərsalma prinsiplərinə uyğun qurulmasına təsir edir. Burada daha çox vurğulanmalı olan məqamlar ondan ibarət idi ki, hər hansısa bir qidanın təhlükəsiz şəkildə istehlakçılara çatması üçün memarlığın da önəmi çox vacibdir. Çünki həmin müəssisələrin infrastrukturu, bu zaman təhlükələrin düzgün müəyyən olunması, həmin təhlükələrə nəzarət çox önəm daşıyır. Məntiq etibarilə həm təhlükəsiz qidaya nail olmaq, həm istehsalda bioloji təhlükəsizliyin təmin olunması və sair proseslərin hamısında texnoloji həllər və memarlıq həlləri öz həllini tapmalıdır ki, son nəticədə təhlükəsiz istehsal, izləmə və istehlak şəraitinə biz nail ola bilək.